İşçilərin ən bahalı səhvi: əsəbləşib ərizəsini yazıb işdən çıxmaq. Bəzi şirkətlərdə biz belə hallarla rastlaşırıq və bəzi işçilər məcburiyyət qarşısında yaxud da hansısa səbəbə görəsə əsəbləşib ərizələrini yazıb işdən çıxırlar. Məsəl üçün, kimdənsə inciyirlər, kiminləsə mübahisə edirlər və yaxud da nədənsə narazıdırlar. Bu halda gəlib öz müdirləri ilə yaxud da öz kolleqaları ilə mübahisə edirlər və deyirlər ki, elə bu dəqiqə ərizimi yazıb işdən çıxıram və öz ərizəsini HR-a yaxud da şöbə müdirinə təqdim edir. Lakin düzünü desəm, elə işçilər var ki, onların ərizələri o dəqiqə qəbul olunur. Lakin elə işçilər var ki, onlar yaxşı mütəxəssisdirlər və şirkət onları necəsə saxlamaq istəyir, itirmək istəmir. Çalışırlar o işçi ilə dialoqu qursunlar. Buna baxmayaraq işçi əsəbidir və yenidən öz sözünün üstündə durur, işdən çıxır. Müəyyən zamandan sonra işçi başa düşür ki, əsəbləşib və çox nahaqdan ərizəsini yazıbdır. Yəni 5 dəqiqəlik verilən qərar sonradan peşmançılıq hissi yaradır. Bəs siz əsəbi halda qərar verərək sonradan peşman olmusunuzmu?